Salam. Time 2025'in inversion. Sorularla devam edek. Inversiya. Uncle John doesn't visit us often. Bakın doesn't var, not var. Not varsa inversiyada bunu really ile çevirebilirik. Really does. Uncle John visits us. Bəli. Cevabımız eybəndi. Yeni də digər variantlara baxaq. Really inkarlıq bildirir. Onunla not verebilmərik. Really does Uncle John not ayıra bilmərik. Doesn't bitişik yazılmalıdır. Really does Uncle John often visit us. Often nədir? Really nədir? Olmaz. Hər ikisi bir cümlədə. Really does Uncle John visit us often yeni də insaf. İkinci cevaba bax. İkinci suala baxırıq. She's never seen such a beautiful sunset before. Əgər never sözün özü varsa, never'ı inverse edə bilərik. Never before she has olmaz. İnverse edirik, has she olmaz. Has she ilə başlamaz. Never'ın özü ilə başlayacaq. Never before has she seen such a beautiful sunset. Digər variantlara baxaq. Buraya yazın variantları. Never she has before seen such a beautiful sunset. Yok, she has before yok. Has she before olmalıdır. İyi ise never sözü yoktur. Var yeri səhvdir. İçə baxırıq. You shouldn't reveal the secret to anyone. Sən heç vaxt sekreti, sirrin üstünü açmamalısan. On no account sözü ilə də inversiya verə bilərik. İnkarlıq halında baxın o inkarlığı bildirir. On no account. Should you reveal on no account yox. On no account olan cümlələr əvvəldə gəlir həmişə, yadınızda saxlayın. On no account should reveal you yox. Should you reveal. Cümlənin ardıcılığına diqqət edin. On no account you should reveal yox. Should you reveal. Bəli. Reveal on no account should you. Cümləni niyə tərs verək ki? Dördə baxırıq. There is no way I can come to the party with you. In no way ilə veririk. In no way inversiya lazımdır. I came olmaz. Can I come to the düzgündür ilə bir bəndidir. In no way I can't come yox. In no var, can't var. Bu nədir? No var, can't var olmaz. In no way could I come. Niyə could verək ki? Axı can'dir. İndiki zamandadır. Niyə kod verək? Cavabımız bir bəndi. Devam edək. 5-ci suala baxırıq. Bill had no idea that the car was stolen. Little did Bill know the car ile bir bəndi cavabımız. Little knew Bill olmaz. Little Bill did olmaz. Little did know yox. Did Bill know. Little knew. Bunu bir dəfə də videoların birində qeyd etmişəm. Mən özüm öyrənən vaxtı mən qəbul olmuşam. Sertifikasiyasını da keçmişəm. İnversiyada bu cümlənin artığı yadımda qalmırdı və little do you know mahnısı var. Bilmirəm, eşitibsizmi? Little do you know. Baxın, bu mahnı ilə mən little-da olan inversiyanı yadımda saxladım. Bu il sertifikasiya səhv etmirəmsə düşdü. Elə little olan bir cümlə sertifikasiyada vardı. Ona görə diqqətli olun. İnversiya halında. 6-cı cümləyə baxırıq. You should never lend Tony your car. Siz YouTube'da elə little do you know yazsanız o mahnı çıxacaq. Çox gözəl bir mahnıdır. You should never lend Tony your car. Under no circumstances should Tony lend you yox. You lend Tony. Çünki sənə deyir ki, Tony'yə maşını göndərmə. Tony sənə göndərmir. Under no circumstances Tony should yox. Should Tony. Should lend you yox. Should you lend. Cavabımız ben. 7'ye baxırıq. Seldom do olmalıdır. Have we goods yox. Seldom do have we goods return to us. Sibəndi. Seldom do yadınızı saxlayın. Ardıcılığı bilsəz inversiyada cümlənin ardıcılığını
Bir də iki dənə cümlənin arzuunu bilsəz, məsələn elə little you know sözləri yadınıza saxlaya bilərsiniz ki, arzuluq necə gedir. Əvvəlcə üzr istəyirəm. Zərfimizi veririk, sonra köməkçi feil, mübtəda və xəbər. Bu arzuluğu bilsəz bütün inversiyanı asanlıqla yaza bilərsiniz. 8-ə baxırıq. Find out the correctly inverted sentence. Yəni də inversiya, düzgün inversiya. Many a time she tried. Onlar tried, she yox. Many times she tried to solve the problem but could never she succeed. Olmaz. But never could she succeed. Cümlə arzuluğu yenə də qeyd edirəm. Cümlənin arzuluğunu bilsəz, asanlıqla inversiya yazacaqsınız. Çətin bölmə deyil. Sadəcə olaraq abituriyentlərdə inversiya olmadığı üçün müəllimlər biraz çətinlik çəkir. Adətən hazırlıq keçən müəllimlər bəzi yeni mövzularda müqdə olub, abituriyentdə olmayan yeni mövzularda. 9-a baxırıq. Seldom, was ever seldom olmaz. Seldom cümlə başlamalıdır. Seldom was left olmaz. Was always left. Seldom alone yox. Was always on yox. Elə cavabımız bir bənd. Ona baxırıq. She hasn't had a day off since she began a new job. Not since olar. Not has she olmaz. Not since she began a new job has she had a day off. Bəli. Cavabımız bir bəndi. Not since she began a new job she has had yox. Not since did she begin yox. Not since she began a new job. Baxın, not since başlayan cümlələrdə yadınızda saxlayın ki, inversiya ikinci sərfdədir. Bax, bu testin açarı budur. İnversiyanın not since başlayan cümlədə ikinci sərfdə olduğunu bilərsinizsə, düzgün yazacaqsınız. 11-ə baxırıq. Not for a moment thought I would be offered the job. So was I amazed when I got it. No, not for a moment did I think or did think I. Not for a moment did I think would I be yox, I would be offered the job. So cavabımız sibəli. Davam edək. 12-yə baxaq. Really. Yəni də realdə little kimidir. Cümlə arzuluna fikir verin. Necədir ki, little do you know really has a new film produced. Bir-iki cümlənin arzulunu bilsəz, inversiyada asanlıqla yazacaqsınız. Really has produced olmaz. Really a new film hasn't. Really ilə heç vaxt not verməyin. Really not verməyin. Səhvdir. Really a new film has produced such positive reviews. Has a new film olmalıdır. 13'e baxırıq. Under no circumstances should be absent you yox. Should you be absent olmalıdır. You should be olmaz. Under no circumstances should be yenində. Should be you yox. Should you be olmalıdır. Absent bəndində. 14'e baxırıq. The town hasn't experienced such devastation since the war. Not since başlayırıq. Yenə də cümləmizin not since the war has bayaq qeyd etdiyim kimi not since olan cümlədə bilin ki inversiya not since the war has the town experienced. Görürsünüz. Has the war town experienced olmadı. Not since the war has the experienced such devastation. Cevabımız C bəndi. Diqqətli olun. 15'e baxırıq. She hadn't missed a single practice session even once. Not even once. Baxın, not olduğu üçün not even'la verə bilərik. Not even once had she missed a single practice session.
Bəli. Bu qədər. Bugün biraz səsim nasıl olduğu üçün üzr istəyirəm. İnşallah gələn videolarda investisiyanın arxasını çəkəcəm. Əgər ehtiyac olarsa şərhlərdə qeyd edin, hansı mövzuya ehtiyac varsa o mövzunu çəkim. Hər dəfə videolarımda qeyd edirəm. Daha çox müəllimə videolarımızın çatmaq üçün bəyənib abunə olmağı unutmayın. Hələlik.